Salam əziz müəllimlər. Bu gün mən sizə nisbət tənasüb faiz bölməsini izah edəcəyəm. Bölmə geniş olduğuna görə dərsimiz bir neçə hissədən ibarət olacaq. İlk öncə nisbət tənasüb hissəsini izah edim. Nisbət nədir? A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A-nın B-yə nisbəti deyilir və bu cür göstərilir. A bölünsün B və ya kimi göstərilir. Burada A-ya nisbətin əvvəlki və yaxud da ki, birinci həddi, B-yə isə nisbətin sonrakı və yaxud da ki, ikinci həddi deyəcəyik. İki ədədin nisbəti birinci ədədin ikinci ədəddən neçə dəfə böyük olduğunu və yaxud da ki, kiçik olduğunu və ya birinci ədədin ikinci ədədin hansı hissəsini təşkil etdiyini bildirir. A bölünsün B bir K ədədinə bərabərdirsə, buradan A bərabərdir, B vurulsun K alaraq. Əgər K 1-dən böyük olarsa, A ədədi B-dən K dəfə böyükdür deməkdir. Əgər K 1-ə bərabərdirsə, bu zaman A B-yə bərabər olur. Əgər K 1-dən kiçik olarsa, bu zaman A ədədi B ədədindən 1 bölünsün K dəfə kiçik olacaq. Məsəl üçün, tutaq ki, A-nı B-yə bölmüşəm, tapmışam 2. Bu zaman A bərabər olacaq 2 vurulsun B-yə. Bu deməkdir ki, A ədədi B-dən 2 dəfə böyükdür. Əgər A-nı B-yə böldükdə cavab 1 olardısa, bu zaman A B-yə bərabərdir deməkdir. Əgər A-nı mən B-yə böldükdə cavab 3-də 1-ə bərabərdirsə, onda A bərabər olacaq 3-də 1 vurulsun B, yəni A ədədi B-dən 3 dəfə kiçikdir deməkdir. Dedik ki, iki ədədin nisbəti həm də birinci ədədin, ikinci ədədin hansı hissəsini təşkil etdiyini bildirir. Tutaq ki, desəm ki, 50 70-in hansı hissəsidir? Bu zaman yenə biz 50 ilə 70-in nisbətini tapacağıq. 50-ni böləcəyik 70-ə, bərabər olacaq 7-də 5. Deməli, 50 70-in 7-də 5 hissəsidir. İndi isə tənasüb haqqında danışaq. İki nisbətin bərabərinə tənasüb deyilir. Məsəl üçün, 27-nin 3-ə nisbəti ilə 36-nın 4-ə nisbətinə baxaq. Hər iki nisbətin cavabı 9-a bərabərdir. Onda A bölünsün B bərabərdir C bölünsün D bərabərinə biz tənasüb deyəcəyik. Dedik ki, iki nisbətin bərabərinə tənasüb deyilir. Burada B ilə C-yə tənasübün orta hədləri, A ilə D-yə isə kənar hədləri deyəcəyik. Həmçinin biz bölməni kəsir xətti ilə yazsaq, A bölünsün B bərabərdir C bölünsün D şəklində də yaza bilərik. Yenə burada A ilə D tənasübün kənar hədləri, B ilə C isə orta hədləridir. Tənasübün əsas xassəsi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Burada da çarpaz vurma ilə bu qaydanı yaza bilərik. A vurulsun D bərabərdir, B vurulsun C. İndi isə tutaq ki, bizə A bölünsün B bərabərdir, C bölünsün D tənasübü verilmişdir. Tənasübdə orta hədlər ilə həmçinin kənar hədlərin yerini dəyişsək, tənasübün qiyməti dəyişmir. Yəni doğru bərabərlik alınır. Mən burada A ilə D-nin yerini dəyişirəm. D bölünsün B bərabərdir, C bölünsün A yaza bilərəm. Həmçinin orta hədlərin də, yəni B ilə C-nin də yerini dəyişə bilərəm. A bölünsün C bərabərdir, B bölünsün D yaza bilərəm. Yenə tənasübün əsas xassəsi ödəniləcək. AD bərabərdir BC hasili olacaq. Biz burada A bölünsün B bərabərdir, C bölünsün D tənasübündə bərabərliyin hər iki tərəfinə 1 əlavə etsək, ya da ki 1 çıxsaq, törəmə tənasüb alarıq. Hansıdır o? Tutaq ki, A bölünsün B, üstəgəl 1 bərabərdir C bölünsün D, üstəgəl 1 yazsam, onda ortaq məxrəcə gətirsəm, B-də A üstəgəl B bərabərdir D-də C üstəgəl D bərabərliyini alaram. Həmçinin hər iki tərəfdən 1 çıxsam, A bölünsün B bərabərdir C bölünsün D tənasübündə hər iki tərəfdən 1 çıxsaq, ortaq məxrəcə gətirsək,
D-dən C çıxılsın D bərabərliyini alarıq. Bundan başqa, əgər A bölünsün B bərabərdirsə C bölünsün D, onda buradan alarıq ki, sürətləri də toplasaq, məxrəcləri də toplasaq, eyni qiymətə bərabər olacaq. Yəni, A-nın B-yə nisbəti bərabərdir C bölünsün D. Bu da bərabərdir A üstəgəl C bölünsün B üstəgəl D bərabərliyi doğrudur. Həmçinin A bölünsün B bərabərdir C bölünsün D tənasübündə istənilən n ədədləri üçün A bölünsün B bərabərdir C bölünsün D. Bu da bərabər olacaq. M-i A-ya vuracam. M vur A. Üstəgəl. N-i C-yə vuracam. M vur C. Burada M-i B-yə vuracam. M vur B. Üstəgəl. M vur D bərabərliyi doğrudur. Bu xassələrə aid biz misallar işləyəcəyik. Bundan başqa, əgər A1 bölünsün B1 bərabərdirsə, A2 bölünsün B2, bu da bərabərdirsə, AM bölünsün BN bərabər olacaq sürətlərin cəmi bölünsün məxrəclərin cəminə. Bu xassələr doğrudur. Keçək bu xassələrin tətbiqinə aid misal həllinə. Belə bir misala baxaq. Deyir ki, x bölünsün y bərabərdir 3/2, y bölünsün z bərabərdir 5/4 və x üstəgəl y üstəgəlsin z bərabərdir 70 olarsa, z-i tapın. Bu misalı necə həll edəcəyik? Biz görürük ki, burada y-in pay nisbəti 3-ə bərabərdir, burada isə 4-ə bərabərdir. İlk öncə y-in pay nisbətlərini bərabərləşdirməliyik. Bunun üçün nə edəcəyik? 3 ilə 4-ün əkobunu tapacağıq. Əkob 3, 4 bərabərdir 12-yə. Deməli, biz burada da y-in pay nisbətini 12 etməliyik, burada da 12 etməliyik. Bunun üçün 3-ü 4-ə vurmalıyam. Yəni, bu kəsirin hər sürətini, həm məxrəcini 4-ə vurmalıyam. X böl y bərabərdir 3/2-də həm sürəti, həm də məxrəci 4-ə vururam. Olacaq 12-də 8. Burada isə y bölünsün z nisbətində isə y-in pay nisbətinin 12 olması üçün mən 4-ü 3-ə vururamsa, məxrəci də 3-ə vuracam. Bərabər olacaq 15-də 12. Deməli, onda buradan arıq ki, x-in y-ə nisbəti, z-ə nisbəti bərabərdir. X burada 8 oldu. 8 böl y 12, z isə 15 olacaq. Onda buradan x bərabərdir 8k x bərabərdir 8k, y bərabərdir 12k, z də bərabərdir 15k yazsaq, 8k üstəgəl 12k üstəgəl 15k bərabərdir 70. 35k bərabərdir 70. Buradan k bərabər olacaq. 70-i 35-ə böləcəyik 2 olacaq. Bizdən z-i tapmağımızı istəyirdi. Z də bizdə 15k-ya bərabər olduğuna görə z bərabərdir 15 vur 2, yəni 30 olar. Keçək növbəti misalımıza.
Misalda deyir ki, 2 bölünsün AB bərabərdir 3 bölünsün AC, bu da bərabər 4 bölünsün BC və A + B + C bərabərdir 52 olarsa B-ni tapın. Bu tip misalları həll etmək üçün biz nə edəcəyik? Bərabərliklərin hər bir tərəfini ABC hasilinə vuracağıq. Deməli, ABC vurulsun, 2 bölünsün AB bərabərdir. ABC vurulsun, 3 bölünsün AC. Bu da bərabərdir. ABC vurulsun, 4 bölünsün BC. Buradan BC'lər, aynen AC'lər, burada isə AB'lər ixtisar edəcək. Alacağıq ki, 2C bərabərdir 3B, bu da bərabərdir 4A'ya. 2, 3 və 4-ün əkobu 12-yə bərabər olduğuna görə biz bunu yazacağıq ki, bu bərabərdir 12K. Buradan 2C bərabərdir 12K yazsaq, C bərabər olacaq 6K-ya. 3B bərabərdir 12K yazsaq, B bərabər olacaq 4K-ya. 4A bərabərdir 12K yazsaq, A da bərabər olacaq 3K-ya. Onda bu qiymətləri verilən ifadədə yerinə yazsaq, 3K üstəgəl B-nin əvəzinə 4K, üstəgəl C-nin əvəzinə yazsaq 6K bərabərdir 52. 13K bərabərdir 52 alarıq. Buradan da K bərabərdir 52-ni 13-ə böləcəm 4 olacaq. Bizdən B-ni tapmağımızı istəyirdi. B də bərabərdir 4K olduğuna görə 4-ü vuracam 4-ə. Cavab 16 olacaq. İndi isə keçək növbəti misalımıza. Bu da çox maraqlı bir misaldır. Deyir ki, A bölünsün B bərabərdir C bölünsün D-yə, o da bərabərdir Y bölünsün F və ACY hasilinin BDF hasilinə nisbəti -8 olarsa, A plus C plus Y bölünsün B plus D plus F ifadəsinin qiymətini tapın. Necə həll edəcəyik? A bölünsün B bərabərdir C bölünsün D. Bu da bərabərdir Y bölünsün F. Hər bu nisbətlər müəyyən bir qaydayla bərabərdir. Bu verilən ifadədə bunu yaza bilərik belə. A bölünsün B vurulsun, C bölünsün D vurulsun, Y bölünsün F bərabərdir -8. A bölünsün B də K-ya bərabərdir. Həmçinin C bölünsün D də K-ya bərabərdir. Y bölünsün F də K-ya bərabərdir. Ona görə yazıram. K vur K vur K bərabərdir -8-ə. K kubu bərabər olacaq -8. Buradan K bərabər olacaq -2-yə. Biz bayaqları dərsin izahında belə bir qayda verdik. Əgər nisbətlər bir-birinə bərabərdirsə, onda sürətlərin cəminin məxəzələrin cəmi nisbətdə həmin ədədə bərabərdir. Yəni A bölünsün B biz tapdıq ki, -2-yə bərabərdir. Yəni K -2-dirsə, onda bu cəm də -2-yə bərabər olacaq. Yəni A bölünsün B bərabərdirsə, C bölünsün D, bu da bərabərdirsə, Y bölünsün E, onda bu da bərabərdir. A plus C plus Y bölünsün B plus D plus F-ə. A bölünsün B-nin -2-yə bərabər olduğuna bu da -2 olacaq. İndi isə keçək növbəti sualımıza. Belə bir sualdır. Deyir ki, K sıfırdan böyükdür. A bölünsün B bərabərdir C bölünsün D-yə, o da bərabərdir K-ya. Və A-nın kvadratı üstəgəl C-nin kvadratı bərabərdir 135. B-nin kvadratı üstəgəl D-nin kvadratı isə bərabərdir 15 olarsa, nisbətini tapın. A bölünsün B bərabərdir C bölünsün D, bu da bərabərdir K-ya. Onda A-nın kvadratının B-nin kvadratına nisbəti də bərabərdir C-nin kvadratının D-nin kvadratına nisbətinə, o da bərabər olacaq K-nın kvadratına. Sürətlərin cəmi məxəzələrin cəminə nisbəti bərabər olacaq K kvadratına. Deməli, A-nın kvadratı üstəgəl C-nin kvadratı
bölünsün B-nin kvadratı üstə gəl D-nin kvadratı bərabər olmalıdır K-nın kvadratına. Cavablar 135 və 15-dir. Yerinə qoysaq 135 bölünsün 15 bərabərdir K kvadratı. 9 bərabərdir K kvadratı. Bizdə K olacaq müsbət və mənfi 3. Amma şərtdə deyir ki, K sıfırdan böyük olsun. Ona görə biz buradan alırıq ki, K bərabərdir müsbət 3-ə. Dərsin izahında dedik ki, A bölünsün B bərabərdir C bölünsün D tənasübündə istənilən n ədədləri üçün MA üstə gəl NC bölünsün MB üstə gəl ND bərabərliyi doğrudur. Onda burada M-in yerinə 2 durur, N-in də yerinə mənfi 3 durur. Ona görə alırıq ki, A bölünsün B bərabərdir C bölünsün D. Biz tapdıq ki, 3-ə bərabərdir. Onda 2A çıx 3C bu xassəyə görə bölünsün 2B çıx 3D də bərabər olacaq elə 3-ə. Keçək növbəti sualımıza. Bu da çox maraqlı bir sualdır. Görünüş çətin görsənə bilər, yəni, amma həllin göstərinə görə də sizcə necə çox asan bir həlli var. Biz dedik ki, dərsin izahında A1 bölünsün B1 bərabərdirsə, A2 bölünsün B2-yə, bu da bərabərdirsə, A3 bölünsün B3-ə, onda sürətlərin cəmi mərkəzlərin cəminə nisbətinə bərabər olacaq. Yəni, bu nisbətlər bərabər olacaq. Bu qaydanı tətbiq etsək, misala, A, sürətlər toplayıram. Üstə gəl B, üstə gəl C. İndi mərkəzləri toplayaq. B, çıx 3C, üstə gəl A, çıx 3B, üstə gəl C, çıx 3A, üstə gəl B, üstə gəl C. Bərabərdir. A, üstə gəl B, üstə gəl C. A 2 A eləyir. 2A-dan 3A-na çıxanda mənfi A eləyəcək. B-dən 3B-nə çıxıram, mənfi 2B, üstdən də B gəlirəm, olacaq mənfi B. Mənfi 3C ilə C-ni toplasaq, mənfi 2C, üzərinə də C gəlsəm, mənfi C olacaq. Bu da bərabərdir. A üstə gəl B, üstə gəl C. Burada mənfini mötərizə xaricdən çıxartsam, ixtisarıma aparsam, bərabərdir mənfi 1. Deməli, K-ım oldu, mənfi 1-ə bərabər oldu. Bizdən A plus C bölünsün B nisbətini istəyir. A plus C harada var? Burada var. Ona görə mən bu nisbəti mənfi 1-ə bərabər etdirəcəm. Yazacam ki, B bölünsün A çıx 3B üstə gəl C bərabərdir mənfi 1. Buradan alıram ki, A çıx 3B üstə gəl C bərabərdir. Bu məxrəcə 1-dir, çarpaz vururam mənfi B-yə. A üstə gəl C bərabər olacaq. Mənfi B üstə gəl 3B, yəni 2B olacaq. Onda burada A üstə gəl C-nin əvəzinə 2B yazsaq, 2B ilə burada B-lər ixtisar edəcək. Cavabımız 2 olacaq. İndi isə keçək növbəti misalımıza. Belə bir suala baxaq. Deyir ki, AX bərabərdir BY bərabərdir CZ. O da bərabərdir 5-də 12 və X üstə gəl, Y üstə gəl, Z bərabərdir 72 olarsa, A-da 1 üstə gəl, B-də 1 üstə gəl, C-də 1 cəmini tapın. Necə həll edəcəyik bu misalı? AX bərabərdir BY bərabərdir CZ bərabərdir 5-də 12. Mən bunu belə yazacağam. X bölünsün A-da 1. Həqiqətən X-ə A-da 1-ə bölsəm,
tərsinə vuracağım deyə AX olacaq. Bunun əvəzinə yazıram. B bölünsün. Daha doğrusu Y bölünsün B'də 1 bərabərdir. Z bölünsün C'də 1 bərabərdir 5-də 12. Sürətlərin cəmi və məxəzənin cəmini tapıram. Yazıram x üstəgəl y üstəgəl z. Burada isə a-da 1 üstəgəl b-də 1 üstəgəl c-də 1 bərabərdir 5-də 12 yazıram. X üstəgəl y üstəgəl z cəminin 72 olduğunu verib. Yerinə qoysam 72 bölünsün a-da 1 üstəgəl b-də 1 üstəgəl c-də 1 bərabər olmalıdır 5-də 12-yə. 12 ilə 72 ixtisar gedir. Burada 6 qalır. Onda a-da 1 üstəgəl b-də 1 üstəgəl c-də 1 bərabər olacaq 6 vur 5, yəni 30-a. Nisbətlər bərabərdirsə, sürətlərin cəmi və məxəzənin cəmi də bərabər olmalıdır. Bu xassədən istifadə etdim. İndi keçək növbəti misalımıza. İndi sizə düz mütənasib cəmiyyətlər və tərs mütənasib cəmiyyətlər haqqında danışım. Düz mütənasib cəmiyyətlər nədir? Bir cəmiyyət bir neçə dəfə artdıqda və yaxud da ki azaldıqda, digər cəmiyyət də həmin dəfə artarsa və yaxud da ki azalarsa, belə cəmiyyətlərə düz mütənasib cəmiyyətlər deyəcəyik. Məsəl üçün, deyək ki, zaman sabit olduqda, gedilən yol ilə sürət düz mütənasib asılıdır. Yəni, sürətin daha çox olsa, getdiyin yol da çox olacaq. Və yaxud da başqa bir misal göstərək. Tutaq ki, deyirik ki, 20 kvadrat metr sahəni rəngləmək üçün bizə 3 kiloqram boya lazımdır. 60 kvadrat metr sahəni rəngləmək üçün neçə kiloqram boya lazımdır? Artıq sahə artdısa, deməli ona sərf olunan boyanın miqdarı da artacaq. Yəni bir cəmiyyət artanda digəri də artsa, demək bunlar düz mütənasib asılı olacaq. Tərs mütənasib cəmiyyətlər nədir? Bir cəmiyyət bir neçə dəfə artdıqda, digər cəmiyyət həmin dəfə azalırsa və yaxud da ki, bir cəmiyyət bir neçə dəfə azaldıqda, digər cəmiyyət həmin dəfə artırsa, belə cəmiyyətlərə tərs mütənasib cəmiyyətlər deyəcəyik. Məsəl üçün, gedilən yol sabitsə, sürətlə zaman tərs mütənasibdir. Yadımızda saxlamaq lazımdır ki, düz mütənasib cəmiyyətlərin nisbəti sabitə bərabərdir. Yəni, y və x cəmiyyətləri sabitdir, düz mütənasibdirsə, yəni y-in x-ə nisbəti bir k ədədinə bərabərdir. Buradan y bərabərdir, k vurulsun x. Əgər y və x tərs mütənasibdirsə, onda y ilə x-in hasili k-yə bərabərdir, yəni sabitə bərabərdir. Buradan da y bərabərdir, k bölünsün x-dir. Biz bunlar, bu qaydalar bizə lazım olacaq növbəti misallarda. Bir də mən sizə düz mütənasib hissələrə bölmə və tərs mütənasib hissələrə bölmə haqqında danışım. Bu nə deməkdir? Məsəl üçün, belə bir misal verib, deyir ki, 300 ədədi 3-4-5 nisbətində bölünmüşdür, böyük hissəni tapın. Bu misalı biz necə həll edəcəyik? Üç, 4, 5 nisbətində bölübsə, yazacağım ki, 3k üstəgəl 4k üstəgəl 5k bərabərdir 300. 12k bərabərdir 300. K da bərabərdir 300-ü böləcəm 12-yə. K bərabər olacaq 25-ə. Bizə deyir ki, böyük hissəni tap. Böyük hissə bizdə 5K-dır deyə. 5K bərabərdir 5 var 25, yəni 125 olacaq. Bu düz mütənasib hissələrə bölməkdir. Bəs tərs mütənasib hissələrə bölmə nə deməkdir? Ədədi verilmiş ədədlərlə tərs mütənasib hissələrə bölmək üçün həmin ədədlərin tərsi ilə düz mütənasib hissələrə bölmək lazımdır.
Gəlin bu dediyimizi misal üzərində göstərək. Deyir ki, 380 ədədini 2, 4, 5 ədədləri ilə tərs mütənasib hissələrə bölün. Alınmış ədədlərin ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. 2-nin tərsi 2-də 1-dir. 4-ün tərsi 4-də 1-dir. 5-in tərsi isə 5-də 1-dir. Onda mən yazacağım belə. 2-də 1K, üstə gəl 4-də 1K, üstə gəl 5-də 1K bərabərdir 380. 2, 4, 5-in əkobu 20 olacaq. 20-də burada 10 olacaq, burada 5, burada 4 olacaq. Deməli, 19K bərabərdir 380. 19 ilə 380 ixtisar edəcək 20 qalacaq. K bərabər olacaq 400. Onda 2-də 1K bərabərdir 2-də 1 vur 400. Yəni 200 olacaq. 4-də 1K bərabərdir 4-də 1 vur 400. Yəni 100 olacaq. 5-də 1 K isə bərabərdir 5-də 1 vur 400, yəni 80 olacaq. Bizə deyir ki, ən böyük ilə ən kiçiyinin fərqini, yəni 200 ilə 80-in fərqini tapmalıyam. 200-dən 80 çıxacaq, 120 olacaq. İndi isə keçək növbəti misalımıza. Deyir ki, x çıxılsın 2 və y üstəgəlsin 2 kəmiyyətləri düz mütənasibdir. X bərabərdir 14 olduqda, y bərabərdir 1 olarsa, x bərabərdir 30 olduqda y-i tapın. Bayaq dedim ki, x və y kəmiyyətləri düz mütənasibdirsə, onda onların nisbəti sabitə bərabərdir. İndi burada x çıxı 2 ilə y üstə gəl 2. Düz mütənasibsə yaza bilərəm də x çıx 2 bərabərdir. Y üstə gəl 2 vurulsun k-ya. Çünki x çıx 2-ni y plus 2-yə bölsən bir sabitə bərabər olmalıdır. X 14 olduqda y 1 olub. Deməli yerinə qoyuram. K-nı tapmalıyam mən ilk öncə. 14 çıx 2 bərabərdir. 1 üstə gəl 2 vurulsun k. 12 bərabərdir 3K yazacağım. Buradan K-nı tapınca 4-dür. Deməli, mütənasibi əmsalım məndə 4 imiş. Onda yerinə qoysam, deməli, x çıx 2 bərabər olmalıymış. Y üstə gəlir 2 vurulsun 4-də. X deyir 30 olmalıdır. Y-i tap. Yerinə qoyub yazıram. 30 çıx 2 bərabərdir. Y üstə gəlir 2 vurulsun 4-də. 28 bərabərdir. Y üstə gəlir 2 vurulsun 4. İxtisarıma aparsam 7. Y üstə gəlir 2 7-yə bərabərdirsə, deməli Y 5 imiş. İndi keçək növbəti misalımıza. X çıx 1 və y üstə gəl 3 kəmiyyətləri tərs mütənasibdir. Tərs mütənasibdirsə, deməli bu kəmiyyətlərin hasili sabitə bərabərdir. X bərabərdir 3 olduqda, y bərabərdir 1 olarsa, x bərabərdir 1 olduqda y-i tapın. Tərs mütənasibdirsə yazıram. 2x çıx 1 vurulsun y üstə gəl 3 sabitə, yəni k-ya bərabər olmalıdır. X-in yerinə 3 yazıram, y-in də yerinə 1 yazıb k-nı tapmalıyam ilk öncə. 2 vur 3 çıx 1 vurulsun. 1 üstə gəl 3 bərabərdir k-ya. 5 vurulsun 4 bərabərdir k. Deməli k oldu 20. Onda aldım ki 2x çıx 1 vurulsun y üstə gəl 3 bərabərdir 20. X deyir 1 olduqda y tap. Yerinə qoyuram. 2 vur 1 çıx 1 vur y üstə gəl 3 bərabərdir 20-yə. 1 eləyəcək. 1 vur y üstə gəl 3 bərabər olmalıdır 20. Buradan da y bərabərdir 20-dən 3 çıxacam. 17 olacaq.
İndi isə belə bir misala baxaq. Deyir ki, y cəmiyyəti x plus 3 ilə düz, z ilə tərs mütənasibdir. Artıq burada həm düz var, həm də tərs var. X 3 olduqda, y 6 olduqda z 5 olur. Əgər y 4, z 15 olarsa x-i tap. Necə eləyəcəm? Yazıram. Y bərabərdir. X plus 3 ilə düzdürsə, sürətli x plus 3 yazacağım. Z ilə tərsdirsə, məxrəcdə z yazacağım. Vurulsun k-ya mütənasiblik əmsalıma. X 3 olanda y 6 olduqda z 5-ə bərabərdir. Yazıram. 6 bərabərdir. X-in qiymətini yerinə yazıram. 3, üstə gəl 3. Z-in qiymətini yerinə yazıram. 5 vur k. 6 bərabərdir. 6 böl 5 vur k. Buradan 6'lar ixtisar gedir. K olacaq 5. Onda deməli asıllığım bu cür imiş. Y bərabərdir. X plus 3 bölünsün z vurulsun 5 şəklində imiş. İndi deyir ki, y 4'dür, z 15'dir. Yazıram 4 bərabərdir. X plus 3 bölünsün 15 vurulsun 5. X-i tapmalıyam. 5 ilə 15 ixtisar gedir. Burada 3 qalır. Çarpaz vuranda x plus 3 bərabərdir 4 vur 3'ə. Yəni 12'yə. Onda x ilə bərabərdir 12'dən 3 çıxıram. 9 olacaq. Deməli cavabım 9 imiş. İndi isə sizinlə üçlü və ya dörtlü tənasüb haqqında danışmaq istəyirəm. Burada biz bu qaydanı bilməliyik. Biz S ilə subyekti, yəni işçilərin, fəhlələrin, traktorların sayını göstəririk. O burada nədir? Obyekt, yəni üzərində iş görülən, məsələn, kərpic ola bilər, detal ola bilər, sahə ola bilər və s. Z, balaca z nədir? Bir günlük iş saatdır. Böyük z ilə isə bütün işin bitməsinə sərf olunan zamanı biz işarə edəcəyik. Burada 3 hal mümkündür. Hansılardır? Birinci halımız bu cürdür. Subyekt, obyekt, zaman, subyekt, obyekt, zaman. Bu zaman biz necə edəcəyik? İki kəsişən yarım çevrələr üzrə vurub bərabər edirik. Gəlin bu hala aid misala baxaq. Deyir ki, 3 traktor 30 hektar əkin sahəsini 2 günə şumlayır. Eyni məhsuldarlıqla 6 traktor 300 hektar sahəni neçə günə şumlayır? Traktor bizə nədir? Subyektdir. Subyektdir. Obyekt nədir bizdə? Əkin sahəsidir. 30 hektardır. Zaman nə qədərdir? 2 gündür. Onda yazıram. 3 subyektim. Əkin sahəsi obyektim 30 hektar. Zamanım isə 2 gündür. Eyni məhsuldarlıqla 6 traktor. Yenidən subyektim nədir? 6'dır. 300 hektar deyir. Obyektim artıq 300'dür. Zamanı bilmirəm. X yazıram. Bu zaman necə dəcədik? Kəsişən yarım çevrələr üzrə vuracaqdıq. Yəni 6 vurulsun 30 vurulsun x bərabərdir. 3 vurulsun 300 vurulsun 2. 30 ilə 300 ixtisar edir. Burada 10 qalır. 3 ilə 2 hasili 6 ilə ixtisar edir. Deməli x olacaq 10. Deməli cavabımız 10 gün olacaq. İndi isə keçək növbəti hala. İkinci halımız belədir. Subyekt bir günlük işləmə saatı və bütün işin bitməsinə sərf olunan zaman. Bu zaman sətir üzrə, yəni düzünə paralel vurub bərabərləşdiririk. Bu qaydaya aid misalımıza baxaq. Deyir ki, 18 fəhlə hər gün 8 saat işləyərək işi 15 günə yerinə yetirir. Deməli, subyektim 18 fəhlədir, yazıram 18. Kiçik zaman, yəni bir gün işləmə saatı 8'dir, yazıram 8. Böyük zaman, yəni işin bitməsinə sərf olunan zaman isə 15'dir, yazdım. Sonra deyir ki, fəhlələrin sayını 1,5 dəfə artırıb.
18 idi. Vururam 1,5'ə. Cavab olacaq 27. Günlük çalışma saatını 2 dəfə azaltsam. Günlük çalışma saatim 8 saat idi. 8-i 2 dəfə azaldıram. Bölürəm 2-yə. Olacaq 4. Bu işi neçə günə yerinə yetirərlər? Deməli, subyektim oldu 27. Artıq 27 işçim var. Bir günə, yəni hər gün çalışma saatim 4 saatdır. 4. İşin bitməsinə sərf olan zaman artıq bilmirəm x-dir. Bu zaman dedi ki, bu halda düzlüyünə, yəni paralel vuracam. Paralel vuracam. Yəni 18 vur 8 vur 15 bərabər olmalıdır 27 vur 4 vur x-ə. İndi ixtisarlarımızı aparaq. 9-a böləndə 3, 9-a böləndə 2, 3 ilə 15 ixtisar gedir 5, 4 ilə 8 ixtisar gedir 2. Deməli, x olacaq 2 vur 2 vur 5, yəni 20 günə. İndi keçək növbəti halımıza. Bu halda isə həm subyekt var, həm obyekt var, həm bir gün sərf olunan çalışma saatı var, həm də işin bitməsinə sərf olunan bütün zaman göstərilib. Bu zaman isə necə olacaq? Radikal, yəni kök işarəsi şəklində vuracağıq. Görürsünüz, mən göstərmişəm burada. Radikal kök işarəsi şəklində vurub bərabər edəcəyik. Misalımıza baxaq. Deyir ki, eyni məhsuldarlıqla işləyən 8 nəfər işçi 30 detalı gündə 5 saat işləyərək 6 günə bitirir. Deməli, subyektim 8-dir, yazıram. 8, obyektim detaldır, üzərində işlənilən 30 yazıram. Bir gündə, yəni gündəlik çalışma saatim 5 saatdır, kiçik zaman 5'dir. Bütün işə sərf olunan zaman isə 6'dır, yazdım. Deyir ki, həmin məhsuldarlıqla işləyən 10 nəfər işçi, deməli subyektim oldu 10. 60 detalı, deməli obyektim 60'dır. 6 günə bitirə bilməsi üçün gündəlik işləmə saatını neçə saat artırmalıdır? Gündəlik işləmə saatını bilmirəm, x-dir, amma bütün zaman 6'dır. Qaydamıza görə radikal işarəsi altında vururuq. Yəni bu cür. Belə. 8 vur 60 vur 5 vur 6 bərabərdir. 10 vur 30 vur x vur 6'ya. İxtisarlarımızı aparaq. 5, 6, 30 edir. 30 ilə ixtisar gedir. Deməli, 6 ilə 60 ixtisar gedir 10. 10 ilə da 10 ixtisar gedir. X oldu 8. Bizə deyir ki, neçə saat artırmalıdır? Əvvəl 5 saat idi. İndi x oldu 8 saat. Deməli, 8-dən çıxıran 5, 3 saat artırmalıdır. Nisbət tənasüb haqqında bu qədər. Növbəti videolarımızda isə dərsin, yəni bölmənin ardını izah edəcəm. Sağ olun.